Hərəkəti zəbt olunduğu təqdirdə piyada yolun hərəkət hissəsinə düşmək məcburiyyətində qalır. Bu da istər-istəməz piyadanın iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisəsinə real zəmin yaradır. İnsanların gəlişi üçün şərait yaradılmalıdır. Maşınlar da bu formada dayanmamalıdır. Bizim sizdən xahişimiz, eyni zamanda tələbimiz ondan ibarətdir ki, bu məsələdə ciddi olun, yəni qaydalara ciddi yanaşın. Özünüz gördünüz, buradan keçə bilmədik, o bir tərəfdən gəldik, maşın da gəlir, məsafəni az saxlayırlar hətta. Mövcud qanunverici tələblərinə əsasən səkidə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır. Bizim vətəndaşların rahatçılığı üçün gəliş-gedişi maneəsiz həll etmək üçün çox gözəl bir təşəbbüs görmüşük.